Deməli, iş masasında yerləşən simgələrin görünüş rejimlərinə baxdıq. Keçirik indi iş masasında tapşırıqlar zolağına biz proqramları, faylı, qovluğu necə əlavə edirik? Bunun üçün start menüsü. Baxın, bu start menüsüdür. Start menüsü, yəni əsas menyuya giririk. Buradan tutaq ki, istənilən birini tapşırıqlar zolağına, yəni kompüterin aşağı hissəsinə əlavə etmək istəyirəm. Bunun üçün gəlirəm, tutaq ki, üzərindən sürüşdürürəm, ya sürüşdürmə üsulu ilə bu cür qeyd edirəm, gəlir düşür və yaxud da ki, istənilən birini tutaq ki, seçirəm, sağ düyməni basıram, burada gəlirəm more yazılan hissəyə, qarşısındakı üçbucaq o deməkdir ki, bunun alt əmrləri var. Bu hissədə pin to task var, yəni deyir ki, bu verilənlərdən, yəni seçdiyimiz birini task var, yəni tapşırıqlar zolağına əlavə et. Bunu basanda avtomatik gəlir düşür tapşırıqlar zolağına. Ümumiyyətlə tapşırıqlar zolağında bildiriş hissəsi yerləşir, saat, vaxt, tarix, burada batareya, yəni ki, zaryadka işarəsi, səs işarəsi bunlar qeyd olunur.